Verilişin baş sponsoru Hacı Ceylon Çayları. Kıldın gamim eydi değil xunbar mənim Eyledin merdum mənem olduğun ishar mənim Aşıqın gamim eydi değil xunbar mənim Eyledin merdum mənem olduğun ishar mənim Dəhənin istərəm ey eşq yok et varlığımı Ki yok olmaqda bugün bir qərəzim var mənim Dəhənin istərəm ey eşq yok et varlığımı Ki yok olmaqda bugün bir qərəzim var mənim Bu təmənnadəki ol şəmilə həm söhbət olan Dudi ahəhdi dünüm tey günümü tar mənim Bu təmənnadəki ol şəmilə həm söhbət olan Dudi ahəhdi dünüm tey günümü tar mənim Ey Füzuli dəridi var qəmim yazmadan Şahidi halı dilimdir dəridi var mənim Ey Füzuli dəridi var qəmim yazmadan Şahidi halı dilimdir dəridi var mənim Mövcüla könlümü ey eşq kopar yanımdan Nale ile başım ağrıdı bu bimar benim Mövcüla könlümü ey eşq kopar yanımdan Nale ile başım ağrıdı bu bimar benim Çıkmış oluşuq bugün tökməyə qanun görənim Girmə ey göz kərəmi qanıma zinhar mənim Çıxmış oluşuq bugün tökməyə qanun görənim Girmə ey göz kərəmi qanıma zinhar mənim Bu təmənnadəki ol şəmilə həm söhbət olan Bu diyahəhdi dünüm tey günümü tar mənim Tavriq etdi ey mehrin özgə mehriqalərdən məni Hirzim yeş eşqin səni Hirzmiş eşqin sənin sağlar bəlalərdən məni Könlüm aldı Könlüm aldı göstəriyib Millət və millət canıma
dediler, bigane ettin aşinalardan beni. Her cefa etsen Füzuli tek, şikayet kılmazam. Eşk etvarında sanma bir vefalardan beni. Ey Füzuli, derdi gavre gamim yazmaktan, şahidi halı dilimdir, derdi var benim. Ey Füzuli, derdi gavre gamim yazmaktan, şahidi halı dilimdir, derdi var benim. Şahidi halı dilimdir, derdi var benim. Şahidi halı dilimdir, derdi var benim. Muğam məqamdır. Məqam insanın ruhu, məqam insanın düşüncəsi, məqam insanın olduğu an, məqam insanın yaşamıdır. Və biz bugün Xəzərin sahilində dəyərli, gözəl, Muğamın bilicisi, Muğamın təmsilçisi, Muğamın yaşadanlardan və Muğamın tam da özü və Muğama həm də yenilik gətirən Səkinə xanım İsmailova ilə biz bir yerdəyik. Xalq artistimiz, sevilən sənətkarımız illərə meydan oxuyur. Öz sənəti ilə, öz mövqeyi ilə, öz düşüncələri ilə, öz tələbələri ilə, öz obrazları ilə və hətta münsiflər olaraq öz yetişdirdiyi yeni nəsillə Səkinə xanım İsmailova bugün Xəzərin sahilində Xəzərin dalğalarına tuş gələn suallarımızla bizlə bərabərdir. Hər vaxtınız xeyirli uğurlu olsun, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər. Tam da Xəzərin sahilindən, Xəzərin qoynundan sizi salamlayırıq. Səkinə xanım, böyük sevgi ilə, böyük məhəbbətlə, böyük eşqlə sizə xoş gəldin deyirik. Xoş gününüzə gəlin. Mən də səni, sənin heyətini, komandanı daha doğrusu və bugün təbii ki bu verilişin özəl gözəl tamaşaçıları var. Onları salamlayıram tamaşaçılarımızı ki xoş gördük. İnşallah ki gözəl bir gün yaşayarıq. Təşəkkür edirəm mən sizə. Dəvətimizi qəbul etdiniz və bəzən sənətkarlarımızın böyük əksəriyyəti bir balaca efirlərə görünməməyi tərcih edirlər. Amma hər halda buna haqlı və haqsız səbəbləri var. Haqsız səbəblər odur ki, olmalısınız, bizim olmalısınız, tamaşaçıların olmalısınız. Baxın, nə gözəl mahnı ilə bizim Xəzərimizi salamladınız, nə gözəl nəfəs verdiniz Xəzərimizə və Xəzərimiz də bugün meyxoşdur. Ümumiyyətlə, Səkinə xanım, bax sizdə varmı təbiətin o həmahəngliyini oxuya bilmək bacarığı? Məsələn, baxırsınız Xəzərə, deyirsiniz ki, bugün Xəzər yaman əsəbidir və yaxud da ki, yaman bugün kefi kökdür, yaxşıdır, xumarlanır. Elə bir hiss, elə bir duyğu, günəşimi deyim, havanı mı deyim, küləyimi deyim, dağımı deyim. Bax, belə bir hissiyatınız varmı ki, təbiəti oxuyursunuz, danışırsınız ondan? Bilirsən, insanlar da hala görə təbiətə oxşuyur. Əgər insanların halını düşünüb də, hiss edib də, onunla təmas qura bilirsənsə, getdiyin məclisdə, getdiyin ortamda, çıxdığın səhnədə, demək ki, sən o halı tuta bilirsən. Qaldı Xəzər, Xəzər mənə çox doğmadır da. Bakılı olasan, Xəzərin sahilində böyüməyəsən. Bakılı olasan, Xəzərə sevgin, doğmalığın olmasın. Uşaqlıqdan, hələ Ləyiş bağlarından. Körpü olanda ki, ata-anamız bizi bağın yaxınlığında, belə deyək də, hələ o vaxtlar dənizə getmişik. Onun şıltaq vaxtlarında da sevmişik. Ləpə olanda da, nə bilim, belə dupduru dayananda da bizim üçün Xəzərin hər halı gözəl idi. Həqiqətən çox, hər bir halı gözəl idi və Xəzərə sevgim, yenə də deyirəm, lap uşaq yaşlarımdan olub. Səkinə xanım,
Bugünkü Səkinə xanım, yaşını deməyəcəm, amma ömrünün bəlli yaşında, mövqeyində olan Səkinə xanımın ruhu və bax o Ləhəş dağlarında hoppanan, düşən, o Bakı ləpələrində, Bakıda o Xəzərin ləpələri ilə oynayan Səkinənin arasında nə fərq var? Nə dəyişdi? Nəinki mənlə fərq, ümumiyyətlə insanlar arasında fərq oldu. Əvvəla oradan başlayaq ki, o bağlarda çəpər yox idi. Hər kəs rahatlıqla bir-birinin bağına gedə bilirdi, rahatlıqla bir-birinə qonşuluq eləyə bilirdi. Bilirsən, əgər bizim bağda şanı çox idi. Yerdə Bakı şanısı çox olurdu. Amma məsələn bir əksər, məsələn başqa bir bağda kişmiş üzüm olurdu. Məsələn bir başqa bir növ üzüm olurdu. Onu qonşuluq payı olaraq biz bölüşməyi görmüşəm mən valideynlərimlə. Bilirsən ki, biz onlara tabaqla o şanı üzümü verib, onlarda olandan məsələn çünki bizə məsələn pay gəlir. Yəni bunu biz körpə vaxtlarından görmüşəm ki, insanlar bir-biri ilə bölüşməyi bacarmalıdır. Səkinə İsmailovanın olmazları mı çoxdur, olarları mı çoxdur? Mənəvi çəpəri nə dərəcədə hündürdür? Mən sənə deyim ki, mənim olar olmazlarım o da körpə yaşlarından başladı. İnan o səmiyyət. Çünki mən Bakının Sovetski deyilən məhəlləsində doğulub, böyüyüb, boya başa çatmışam. Ailədən, məhəllədən, qoy-məğrəbədən bizdə olar olmazlar var idi. Yəni mən o olar olmazlara o dövrdə öyrəşmişəm. Bugün də belədir. Bugün də belədir. Bugün də mənim özümün olarlarım, olmazlarım var. Nə olar, nə olmaz. Nə olar, nə olmaz Səkinə xanım? Bilirsən, yəni əgər ətrafını, qohumuvu, əqrəbivi, ailəvi, xalqıvi belə deyərdim, düşünürsənsə, o olmazlar olmalıdır. Bəli. İnsan özü üçün yaşaya bilməz, mən belə istəyirəm. O olmur elə. O sənə hörmət gətirə bilmir, gətirmir daha doğrusu. Mən bunu görmüşəm, bu cür böyümüşəm və bugün də elədir. Bugün də olarlarım, olmazlarım var, mən yenə də deyirəm ki, o şeylər olmaz. Mən bugün, necə xalqım məni necə görmək istəyir, bir Azərbaycan qadını, bir Azərbaycan xanımı, bir Azərbaycan sənətkarı necə olmalıdır görmək istəyirsə və mən muğam sənətindəyəmsə, çünki muğam sənəti daxı çətin və ağır sənətdir və muğam sənətinin də olar olmazları var. Görürsən ki, məsələn, tutaq ki, mən muğam oxuyuram, adi bir şeydən götürək. Mən geyinmə fikir verməliyəm. Əlimdə tutduğum o qavalın dəyərinə görə ona öz görünüşümə fikir verməliyəm. Məsələn, nə gəldi geyinib çıxa bilmərəm mən. Nə gəldi geyinib, o geyimin içində mən muğam oxuya bilmərəm. Siz özünüz obrazlara, bu mənim tamaşaçı kimi subyektiv fikrimdir, amma obrazlara o nəfəsi özünüzünkiləşdirib verirsiniz də, düzdürmü? Əslində, rejissorun fikrinə görə, rejissor deyir ki, sən özünü kənara qoyub, o obraz oynamalısan. O obraz nədirsə, onun daxili dünyası nədirsə, onu ifa eləməlisən. Amma o, sənin öz dünyanda, o obraza bir oxşarlıq, bir yaxınlıq yoxdursa, sən onu yarada bilməzsən. Doğrudur. Qəti yarada bilməzsən. Və deməli ki, hər kəs haradasa özünün o duyğularını, özünün o hisslərini, özünün daxili dünyasından gələn o nələrsə var, onları yaratdığı obrazına gətirir. Leylidə sizin oxşar cəhətləriniz, özünüzü o Leyliyə qoyduğunuz hansı xüsusiyyətlər var? Ümumiyyətlə bir obraz olaraq, məsələn biz bilirik də Leyli Məcnun operası dahi Füzulinin yaratdığı, yəni onun yazdığı əsərdən əmələ gəlib. Amma onun müəllimi olan Nizami də Leyli Məcnuna müraciət edib, onun da poeması var. Yəni mən o fərqi elə oradan götürüm, açım, əgər məsələn maraqlı olsa sizə.
Yəni Füzulinin leylisi daha belə deyək də cəsarətli, daha dövrünə, zamanəsinə, o dövr üçün onun atdığı addım, onun fikirləri daha cəsarətlidir. Amma məsələn Nizaminin yaratdığı Leyli Məcnunda o biraz Ürkəkdir, düzdürmü? bəli. Daha ürkək, daha o dövr zamanın o tələbinə o sıxılır və heç bir şeyi öz dilinə gətirib heç nə deyə bilmir. Buradan götür ki, məsələn İbn Salama deyir ki, sən bilirsən mən Məcnuna aşiqəm. Mənə bir zaman ver, məni bir gözlə, məni bir ki mən o sevgidən bəlkə uzaqlaşa bilim. Yəni bunu o dövrdə hansı qız deyə bilərdi? Bax bu cəsarəti məsələn mən öz xasiyyətimdəki cəsarətə uyğunlaşdırıram ki, bəli, məndə də bəzi belə cəsarətli xasiyyətlər var və bu da sirayət eləyir sənin təbii ki o obrazı yaratmağa. Doğrudur. Kömək eləyir. Doğrudur. Səkinə xanım, sizi tanımaq o qədər xoşdur. Sizə baxmaq və sizin o gözlərinizdəki o işartını buradan isti-isti seyr etmək çox xoşdur. Bax, bu ilk dəfədir Səkinə xanımla biz ekran qarşısında üzbəyüzük və bu enerjini mən çox müsbət enerji gəlir mənə. Bəli, mən ümumiyyətlə öz xasiyyətim də belədir ki, deyilənlərə görə də əksər yəni məni tanıyanlar, mən müsbət enerjimi verə bilirəm. Amma mən ala bilməyəndə mən susuram. Doğrudur. Hə, mən susuram. Mübadilədir, enerji mübadiləsidir. Qarşılıq bir şey olmalıdır yəni. Səkinə xanım, bu dəqiqələri bizə bəxş edənlər var. Onlar da bizdən bu enerjini alır və biz də onlara bu sevgi enerjisini göndəririk. Bu Hacı Seylon çaylarıdır. Bax, bu çaylardan sizə dadmağı təklif eləyirik. Siz də bu çayımızdan için, dadına baxın. Ümid eləyirəm ki, bəyənəcəksiniz. Və əsl Azərbaycan çayıdır. Yadınızdadır o zamanlar Seylon çayı adla idi. Bax, indi bu Azərbaycan brendidir və Seylon çaylarıdır. Əziz tamaşaçılarımız, biz də reklam arası Səkinə xanımla çayımızı içəcəyik. Siz də Hacı Seylon çaylarından alın, dəmləyin və bizi izləməyə davam edin. Verilişin baş sponsoru Hacı Seylon çayları. Tələbələrə ən çox aşıladığınız, ən ümdə məsləhət nədir? Yəni, vaz keçilməz olmayan məsləhət, hansı məsləhət? İndi də tələbələrimə deyirəm ki, bax, budur. Yəni, birinci növbədə siz bunlara fikir verməlisiniz. Mənim dərsimi belə başlayıram. Və üstə gəl əxlaq, xüsusilə də xanımlara. Onlar var, amma bu yoxdur. Səni heç kim sevməz. Azərbaycan muğam sənətində ilk qadın olaraq əlinizə qaval almışsınız. O elə belə bir tramplin oldu. Məsələn, bugün hansı bir xanım xanəndəni qavalsız görərsən? Bəli. Qızınızı qoymadınız, davam eləsin. Yox, qoymadı deyəndə ki, nəvəniz bəs necə? Yox, bu bir Allahdan bir fitri istedaddır. Gəlin onu biz belə başa düşək. Hacı Seylon çaylarının baş sponsorluğu ilə bizim sizinlə olan bu gözəl ünsiyyətimiz davam edir. Xəzərin sahilindən sizi salamlayırıq əziz tamaşaçılarımız və Xəzərin sahilində kim var? Sözü ilə, nəfəsi ilə, obrazları ilə, tələbələri ilə, mövqeyi ilə, öz xarakteri ilə, gözəlliyi ilə illərə meydan oxuyan, Azərbaycan incəsənətində, Azərbaycan mədəniyyətində öz dəsti xəttdə olan xalq artistimiz Səkinə xanım İsmailova bugün bizimlədir. Səkinə xanım, bax, birinci onu gələk ki, siz öz, bəli, bax, o bayaq dediyiniz kimi cəsarətli çıxışlarınızla, cəsarətli mövqeyinizdən fərqlənirsiniz. Mənə maraqlıdır, Azərbaycan qadını obrazı deyəndə Səkinə İsmailova o obrazı necə çizərdi? Yəni, bunun üçün, bu sualı belə, çox belə suallarla qarşılaşıram. Mən şəxsən bunun üçün belə bir düstur hesablamamışam. Belə hesabla ki, bu belə olmalıdır, bu cür olmalıdır. Əgər bir gün xalqın mənə sevgisi varsa, xalqın məni belə tanıyırsa, bu cür tanıyırsa, sənin dediyin kimi, sən məni ilk dəfə görürsən, elə insanlar heç məni
şəxsən məsələn üzdən heç görməyib də, yəni yaxın olaraq görməyib. Amma onlarda bir nəsə bir fikir yaratmışamsa, bir Azərbaycan qadını necə olar belə formalaşdırmışamsa, deməli bu mənim özüm yaşadığım bir həyat. Mən deyərdim ki, bunu gətirib belə bir şeyə çıxardır və Azərbaycan qadını necə olmalıdır, onda qoy biz bir yerdə, Allah rəhmət eləsin, Rəşid Beybutovu yada salaq. O deyərdi ki, Azərbaycan xanımı sənin kimi olmalıdır, mənə deyərdi. Saçınızı da kəsdirməyə qoymayın. Bəli, yəni o dövrdə o qədər ifa var idi az çox, düzdür, indiki kimi deyildi. Amma Rəşid Beybutov kimi bir şəxsiyyətin, sənətkarın, istər sənət baxımından, istərsə də görkəm baxımından, əgər onun qane edib ki, mən o özünün çıxdığı səhnəyə məni aparıb, çıxdığı səhnələrə, məsələn, mən oynan Fransada, Hindistanda, Belgiyada, bu ölkələrdə məsələn olmuşam. Onun özünün iştirak elədiyi, məsələn, səhnələrə məni çıxartmağı, deməli o idi ki, deməli Rəşid müəllim deyirdi ki, bu Azərbaycan xanımı belə olmalıdır. Bilirsən, onun gözəl sözü vardı və mən bunu demişəm hər dəfə və yenə də istəyirəm deyəm ki, biz səhnəyə gəlirik, səhnəyə gəlirik və dayanırıq, musiqi çalınır, sonra sən ifa edirsən. Bütün proseslərdən sonra sən ifa edirsən. Hələ tamaşaçı bilmirsən nə oxuyacaqsan, necə oxuyacaqsan, sənin səsin nədir, tamaşaçı sənin görkəmini görür, sənin səhnəyə gəlişini görür, ümumilikdə. Və bunlar çox mənim üçün bir məktəb idi, bilirsiniz, bunları bilmək, bunları eşitmək və bunları özüm həmişə indi də tələbələrimə deyirəm ki, bax, budur. Yəni, birinci növbədə siz bunlara fikir verməlisiniz. Mənim dərsimi belə başlayıram. Səkinə xanım, Azərbaycan muğam sənətində ilk qadın olaraq əlinizə qaval almışsınız. Yəni, bu muğam sənətində bir ilkdir və həm də cəsarətdir. Bəli. Bax, bundan başlayaq ki, o təklif idimi, ya sizin öz istəyiniz idimi, bu proses nədən başladı? Belə oldu da, yəni Polad müəllimin vaxtı idi, nazirimiz idi, Polad Bülbüloğlu. Həm də mənim kollega dostum idi. Biz onunla səhnələrə çıxırdıq, konsertlər verirdik böyük dünya səhnələrində. Və o nazir postuna gəldi və çox da muğama qarşı onda da bir sevgi, diqqət yarandı, təbii ki, bir Qarabağlı olaraq. Və bu Amerikaya səfərində trio olmalıdır, yəni üçlük, tar, kaman, mən. Orada dördüncü kimsə bir alət oturub, nağara aləti, ritm aləti, məni müşahidə eləməzdi, çünki buna imkan yox idi, o adamın getməsinə imkan yox idi. Bildin? Və Polad müəllim dedi ki, bilirsən nədir, Səkinə xanım, sən bunu bacaracaqsan. Hələ bir 20 gün var, get, çalış, bilmirəm, səndə alınacaq, mənə dedi. Yəni mənim, necə deyim, belə boynuma qoydu da, bir sözlə belə. Sən istəsən, səndə alınacaq və sən elə fikirləş ki, konsertləri sən öz-özü müşahidə eləməlisən. Bəli, 20 gün mən çox çətin oldu, əziyyətli oldu. Bilirsən, həm konsertin repertuarı, oxuması, fikrin ifadə, həm də belə, yəni bu alındı. Alındı və təbii ki, ölkəyə qayıtdıq, bu təbii ki, bütün qəzetlər, hər yer buradan yazdı, dedilər, belə mediada belə bir ilk bir şey, ilk bir iş kimi qəbul olun. Çoxsu dedi, əziyyətdir, neynirsən ki bu? Kimsə oturur, rahat sən də özün üçün. Çünki ona qədər xanımlar otururdu, arxada, məsələn, tuturdu qaval, dekor kimi tuturdu. Da konserti idarə eləmirdi, bilirsən. Çətindir, yəni bütün konsert boyu sən o konserti öz-özü müşahidə eləmək. Amma hər bir çətin işin arxasında uğurlu, arxasında sevindirici, gözəl bir işlər var ki, bax bugün o elə bir tramplin oldu, elə bir iş oldu ki, məsələn bugün hansı bir xanım
xanəndəni qavalsız görərsən. Bəli. Yox. Məsələn də istərsən, yəni muğam oxuyursa, muğamla səhnəyə çıxırsa, demirəm deyir, qavalsız ola bilərmi deyir, mahnı ifa eləyir, məclislərdə oxu, ayrı. Amma yəni mən dedim ki, özümə qarşıma məqsəd qoydum ki, necə oldu ki, kişi xanəndələr bu işi görə bilir, amma qadın görə bilməsin. Mən bunu görəcəyəm. Necə ki, məsələn, mən qadınların ifa eləmədiyi dəstgah muğamları oxudum zamanında. Bunları elədim. Yəni, bir dövrlər, məsələn, bizim xanım xanəndələrimiz kiçik-kiçik muğamlardan kifayətlənirdilər. Qatar, Şahnaz, yəni bax belə. Amma məsələn, Şur, Çahargah, Mahur, Bayat Şiraz, Humayun bu muğamlara müraciət olunmurdu. Və bunları elədimsə, onu niyə eləməyim ki? Yəni, bunlar hamısı bir-birinə belə də bağlana-bağlana bu iş araya ərsəyə gəldi, çıxdı. Və şükür ki, bugün bizim bir musiqi tariximizə bir tarix yazıldı ki, qavalla səhnəyə çıxan xanım xanəndə və bir xanım ordusu ki, hansı? Həm də ki, yenə də bu bir xarakter məsələsidir. Yəni, sən ona müraciət etmək və o müraciətində uğur qazanacağını bildiyin halda ona müraciət etmək. Əks təqdirdə o yolun sonunu görməyincə bu yolu heç kim başlamır. O, əmin olduğun halda sən onu qət edib o yola çata bilirsən. Səkinə xanım, belə bir xarakteri, belə bir mövqeyi, belə bir sənəti, belə bir istedadı davam etdirən qızınızı qoymadınız davam eləsin. Yox, biz qoymadı deyəndə ki, nəvəniz bəs necə? Yox, bu bir Allahdan bir fitri istedaddır da. İndi gəlin onu biz belə başa düşək. Bu hələ hər anda, hər dəqiqədə, hər kəsdə olan bir şey deyil ki. Niyə bizim istedadlar 50 ildən, 60 ildən, 100 ildən, 30 ildən bir, yəni əsl təbii sənətdən söz gedir də. Elə bir onun parlaq, qeyri-adi bir istedadı olsaydı, mən özümə onu günah hesab eləyərdim. Çünki mən dinə bağlı, Allaha bağlı, Allahdan qorxmuyor, Allahı sevən bir insanam və bu sevgi də məni bilirsiniz ki, 2 dəfə həcc ziyarətinə aparıb çıxardım. Yəni mən onun mane olmazdım. Amma elə bir istedad yoxdur, nə mənası var? Və çalışdım ki, o gözəl təhsil alsın və necə ki, mən zamanında hüquqşünas olmaq istəmişəm. Ancaq Vidadi Xəlilov, yenə buradan deyirəm, Vidadi Xəlilova məni bu otun alovun içinə atıb, Allah ona can sağlığı versin. Yəni, bugün bizim akademiyada böyük, bizim tanınmış bir şəxsiyyətdir. Mənim çox əzizdir Vidadi müəllim. Və mən onun sözü ilə məktəb illərində o mənim istedadımı kəşf elədi və məni bu yola döndərdi. Amma qızım mənim yolumu, istədiyim arzumu bugün davam eləyir, çox şükür olsun Allaha. Hüquqşünas kimi fəaliyyət göstərir? Hüquqşünasdır da mənim qızım, bəli. Və düşünürəm ki, elə evladım mənim arzumu yerinə getirmişdir, elə mənim arzum da yerinə getmiş kimidir. Səkinə xanım, bax elə arzudan söz düşmüşkən, insanlar öz xəyallarının, yəni ki, arzularının nəticəsini yaşayır. Bizə nəsib olmayan, necə ki, siz Allah Taala'nın təbii ki, hüzurunda ona olan sevginizi ishar edirsiniz. Hər kəs bir Allahın alın yazısına inanır. Amma Allah da o arzu yerinə yetməzsə, onun toxumunu insanın ürəyinə səpmir. Səkinə İsmayılova bugün arzularının buketini, arzularının çələngini hörə bildimi, düzəldə bildimi və yaxud da ki, bax orada çatmayan, həyata keçməyən hər hansı bir arzusu varmı? Allah Taala mənə neyi nəsib elədisə, neyi mənə rəva bildisə, harada, hansı məqamda məni görmək istədisə, mən o məqamdayam. Allah istəyir bunu. Çünki Allah istəyəndə bəndə heç bir şey eləyə bilmir. Heç bir şey eləyə bilməz. Neçəsi yığılsın, tutsun belə, necə... Onu sənin əyağından çəkə bilməz. Çünki Allah istəyib səni bu məqama çatdırır. Yəni, sən indiki vəziyyətin sənin Allah Taala'nın işidir və mən buna inanıram. Yəni, Allah insanı istədiyi məqamda görür, istədiyi yerdə görür və buna heç bir bəndə mane
ola bilməz, maneçilik törədə bilməz. Və bu gün də mən əgər nə addımlar atıramsa, bu Allahın işidir. Yəni bəzən deyirlər, filan insanlar belə yaxın idilər, dostu idilər, sonra nəsə aralandılar. Onu Allah istəyib. Ya onu istəyib, ya bunu istəyib. Yəni arada olanı Allah Taala bilir ki, onları aralayıb. Yəni aralaşıblar onlar. Bilirsiniz nəyə bənzəyir? Bir gün sərçənin yuvasını Allah Taala dağıdır. Belə bir rəvayət, priça var və sərçə üsyan eləyir. Deyir ki, ay Allahım, mən sənə nə etmişdim ki, sən mənim yuvamı dağıtdın? Və bu Allah Taalaya çatır. Və Allah Taala deyir ki, gedin ona deyin ki, onun yuvasına bir sarı ilan qıvrıla-qıvrıla gəlirdi. Ona görə mən onun yuvasını dağıtdım. Bəzən biz görmədiklərimizi Allah Taala görür. O kainatın enerjisi bəzən zorla əlimizdən alır. Ay bala, bu sənlik deyil. Yəni bu uzaqlaşdırır səni. Gör necə yaxşıdır. Amma bədəlsiz olmur da, bunun da öz bədəli olur. Onu da bilirsən, Allaha da inamın, istəyin olmalıdır. Yenə də deyirəm, içində o sevgi olmalıdır. İstək olmalıdır. Mən həmişə deyirəm, qorxmaq yox. İstək, qorxu ona görədir ki, yəni hansısa bir əməl, hansısa bir nəsə səhv iş görürsən, məsələn üçün, yenə də onu Allah Taaladan bağışlanmağını istəməlisən ki, çünki Allah bağışlayandır. Yəni Allah Taala bütün bəndələrinin, bütün günahlarını bağışlayır. Tək ki, sən onu etiraf eləməyi bacarasan ki, bəli, mən səhv eləmişəm bunu. Allah keç mənim günahımdan. Başa düşürsən, yəni budur söhbəti. Ümid edirəm qısa fasilədən sonra yenə də bizimlə olacaqsınız. Hacı Seylon çayları alın, dəmləyin, için və bizi izləməkdə davam edin. Verilişin baş sponsoru Hacı Seylon çayları. Çayın faydalarını hər kəs bilir və ona görə də biz əzizlərimizi, dostlarımızı hər zaman çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, əsl keyfiyyətli dəmlənmiş çay insanın əhval-ruhiyyəsinə çox yaxşı təsir edir. Bəs bu çayı necə seçib alarıq desəniz, bunun bir cavabı var. Bu, Hacı Seylon çaylarıdır. Niyə məhz Hacı Seylon çayları? Ona görə ki, Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır. Və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir və bu Hacı Seylon çaylarında var. Bəs biz bu çayları hardan seçib alaq deyə sorsanız, bunun çox asan və bir cavabı var. Tayqa Store marketlərindən və digər şəhərimizdə fəaliyyət göstərən market şəbəkələrindən əldə edə bilərsiniz. Və məlumat üçün deyək ki, yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. Daha çox məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hər biriniz sevdiklərinizin ətrafında olasınız və hər birinizin süfrənizdən əsl dəmlənmiş keyfiyyətli çay əskik olmasın. Hacı çay, imtina edilməyəcək təklif. Qadına dəstək olan onun həyat yoldaşı varsa, o onun səhnədə seçdiyi sənətdə uğurunun deyərdim ki, böyük faizidir, böyük əksəriyyət uğurudur. Bir xanım xanəndə olaraq, ifaçı olaraq, onun həm də bir gözəl ailəsi olanda nə xoş. Bəzi işlər, sözlər olur, təbii ki, məsələn, razılaşmırdı mən deyənlə. Amma sonra bir müddət keçirdi, dedən sən düz deyirsən. Yəni, həmin anda mən onun dava-dalaş olmasın deyənə, sakitlik olsun ailə deyənə, heç vaxtı onun əksinə getmədim. Kəşkiləriniz varmı? Kəşki yoxdur. Niyə yoxdur? Əgər nə olmalıdırsa olur. Hacı Seylon çaylarının baş sponsorluğu ilə yenə də sizinləyik əzizlərimiz. Ümid edirəm ki, kanalı heç bir yerə dəyişməmisiniz. Çünki Səkinə xanım İsmailova bizimlədir. Xəzərin sahilindən salamlayırıq sizləri. Xalq artisti, sevilən insan, səmimi insan. Səkinə xanım, həmişə sizi sosial şəbəkədə, Facebookda, Instagramda, xüsusən də Instagramda çox gözəl yerlərdə, çox gözəl selfilərlə
görürəm. Pozitiv enerji bax belə saçırsınız. Gəzməyi, səyahəti sevirsiniz deyəsən. Bilirsiniz, deməli 40 ildən çox demək olar ki, bu illərə qədər mən dünyanı gəzirəm. Amma ölkəmdə, Azərbaycanımda elə bir yerlər oldu ki, çox yerlər, mən oraları görməmişəm. Olmamışam orada. İndi bilirsən də mən demirəm Bakıdan kənara, yəni sənətimlə əlaqədar dünyanı gəzdim. Amma ürəyim sonra istəyir belə öz gözəl təbiətimizi, öz gözəl bu yerlərimizi görəndə fikirləşirəm ki, məsələn, mən müqayisə edirdim ki, məsələn, mən Hollandiyada olmuşam, orada belə yaşıllıq, yəni heç geridə qalmır da, yəni çox zövq alıram, bəli, mən çox vaxtı Instagramda, indi bilirsiniz, sənətlə bağlı oxumaqdır, ifalardır, YouTube var. Əgər məni istəyən dinləyicim, tamaşaçım açır oradan, YouTube'da nə istəyir onu qulaq asır, düzdür? Amma mənim öz səhifəmdə paylaşdığım, mənim günlük, tutaq ki, həyatımdır. Yəni mən harasa getdim, haradasa oldum, nədənsə zövq aldım, hansı yerləri gördüm, belə. Günlük həyata gəlincə, istəyərdim ki, Səkinə xanımın bax bu doğal məişəti, Səkinə xanım həm də həyat yoldaşının dəstəyi ilə cüt, bərabər bir ömür yolu addımladı. Sona qədər onunla bərabər oldu. Və bu da həm də Səkinə xanım bir qadının xoşbəxtliyidir ki, qadına dəstək olan onun həyat yoldaşı varsa, o onun səhnədə, seçdiyi sənətdə uğurunun deyərdim ki, böyük faizidir, böyük əksəriyyət uğurudur. Yəni, Allah rəhmət eləsin, ruhu şad olsun. 44 illik bir ömür həyatımız keçdi bərabər və təbii ki, onun çox böyük dəstəyi oldu mənə. O, sənətə gəldiyim ilk günlərdən mənə dəstək oldu, arxa oldu. Bilirsiniz, bu da bu sənətdə vacibdir. Mən elə gəlir ki, çox vacibdir həm də. Xanım olaraq, bir xanım xanəndə olaraq, ifaçı olaraq, onun həm də bir gözəl ailəsi olanda nə xoş, nə böyük bir saadətdir. Çünki qazandığı uğurlardan, sevincdən, o səhnənin təmtərağından, gülündən, çiçəyindən evə girəndə o xoş bir ab-ı hava ilə qarşılaşmağı, bir ailəyə girməyi, bir ailədə olmağı və bu da onun elə bilin ki, biraz da sənətinə işıq gətirir, parlaqlıq gətirir. Mən gənclərimizə, gənc qızlarımıza arzu edirəm, gözəl ailələri olsun. Sənətlə bərabər ailəni də qoyub saxlamağı bacarsınlar. Səkinə xanım, bugün həyat yoldaşınız cismən sizinlə deyil. Amma 44 illik yol getmək də az müddət deyil. Nəyi demək istəyərdiniz, deyə bilmədiniz? Bilirsiniz, mən belədir də, axırıncı günlərimizə qədər, ümumiyyətlə ailədə, mən onun dediklərini bir hökm olaraq öz evladıma da onu elan edirdim ki, sən atan bunu istəyir, bu belə olmalıdır. Mənim yanıma bəzən gələrdi, deyirdim, get soruş, gör, ata buna izin verirmi? İcazə alınlar. Onu mən başımıza tac eləyirdim. Və bu da, bilirsiniz, evladın məsuliyyətini artırır. Məncə belə olmalıdır. Bilirsiniz, ana atanı hər zaman üstün, yuxarıda tutmalıdır. Bəzi işlər, sözlər olur, təbiidir ki, məsələn, razılaşmırdı mən deyənlə. Amma sonra bir müddət keçirdi, dedən sən düz deyirsən. Yəni, həmin anda mən onun o dava dalaş olmasın deyənə, sakitlik olsun ailə deyənə, heç vaxtı onun əksinə getmədim. Mən getmədim heç vaxtı onun əksinə. Amma sonra deyirdim, bax, sən bunu düz eləmədin, bu belə olmalıydı və mənimlə də razılaşırdı. Bu belə olmalıdır. O necə deyir, belə ailə, biri ot olanda, biri su olmalıdır da. Yəni, ailəni istəyirsən qoruyub saxlamağa, mütləq belə olmalıdır. Kəşkiləriniz varmı? Kaşki yoxdur. Niyə yoxdur?
Əgər nə olmalıdırsa olub. Allah nə yazıbsa yazıb. Nə başımıza gəlibsə, məsələn, istəyir yaxşı, istəyir pis, hələ hər şey eyni cür olmur ki, həyatın o qədər gözəllikləri də olub, o qədər də necələr gedəndə o dərəsi, təpəsi, o təbiidir də. O olmalıdır. Və kaş ki bu belə olardı, məndə o söhbət yoxdur. Olmalıydı ki, olub. Nə kaş ki. Nə ilə barışmırsınız? Yox, indi belə bir xüsusiyyətlər var ki, məsələn, xəyanəti sevmirəm. İstəyir dostda olan xəyanət, istəyir məsələn, ailədə olan məsələn xəyanət. Ümumiyyətlə, xəyanəti yaraşdırmıram mən bir insana. Sonra nankörlüğü yaraşdırmıram. İnsan nankör olmasın. Burnu yuxarı insanlar sevmirəm. Bilirsən, insan nə qədər səmimiyyətini ortaya qoya bilsən, nə qədər təbii olsa, mənə elə gəlir ki, o qədər o daha tez başa düşülür, daha çox sevilir. Yəni, çox şey var, bəzi şeylər var təbiidə. Artıq bir müddətdir ki, sizinlə bərabərik. İndi necəsiz? Valla, indi mən çox yaxşıyam, çox rahatam. Ümumiyyətlə deyim ki, düzünü belə deyim də, düzdür, biraz səni incitmişəm gec gəlməyimdə, belə alındı, yəni bugünə qismət bugünə idi. Amma ümumiyyətlə sənin bir neçə verilişlərə baxmışam. Xoşuma gələn bilsən nədir? Dəftərdən suallar yazmırsan. Sən müsahibinlə, onun danışığından, daxili dünyasından gələn nə sözləri varsa, o sözlərdən sualları düz qoş eləyir. Belə deyək. İnanın ki, tamaşaçılarımızı da istəyir açım ki, yəni bunu əlimdə sadəcə tutmaq naminə tuturam ki, yəni bir aparıcının əlində Yox, sənin bugün mənə qarşı heç bir hazır sualın yox idi. Xeyr, yox idi. Sadəcə biz qarşılıqlı söhbət elədik, bir-birini tanımaq istədik. Qiyabi tanıyırdıq, mən də səni tanıyırdım, yenə deyirəm, verilişlərdə bax, izləmişəm. Yəni, intellekt səviyyədə Təşəkkür edirəm, çox xəbərim var, xəbərdarlığım var daha doğrusu. Amma hər zaman da görmüşəm ki, o insanlarla da var. Elə insanlar olub, suallarla da müraciət eləmişəm. Amma bugün sual yox idi. Səkinə xanım, bax, sizin o müşahidəniz mənim üçün çox böyük dəyərdir, qiymətdir. Sonsuz təşəkkür edirəm. Bəzən qonaqlar mənə deyir ki, sualları öncədən göndər, mən bilim nə sual verəcəksən. Və mən deyirəm ki, mən onu göndərsəm belə, mən onu danışmayacağam. Bəli. Çünki həmən an, həmən saat, həmən dəqiqə hansı əhval-ruhiyyədə olacaq, bu mənə nəyi diktə eləyəcək, mən onu bilmirəm. Sadəcə qeydlər yazıram. Məsələn, neçənci ildə harda nə eləyib, il olaraq, təqvim hadisəsi varsa, onları qeyd eləyirəm özüm üçün. O mənim qeydiyyatım olur. Amma söhbət əsnasında heç bir zaman o insanın gözünün işartısı, təbəssümü, enerjisi mənim artıq suallarımdır. Bu açılan çakralarımızdır. Bəli, belə də olmalıdır, belə olmalıdır. Ümumiyyətlə, o kitab dəftərlə gələn var da bizim belə jurnalistlər, ümumiyyətlə, çox az jurnalistlərlə, çox az jurnalistlərlə görüşürəm. Yəni, aylarla da onun hələ ona bir bələd oluram, onun bir danışığına, özünə, tərzinə. Yəni, o suallarla ki, gələnlər var, onlarla ümumiyyətlə mənim heç vaxt görüşüm ola bilməz. Və təbii də ki, sənin məni tanıma bir necə bir özünün bir anket deyimmi, ya bir özünün bir fikirlərin olmalıdır ki, sənin qonağın bugün kimdir? Və sən məni tanımalısan. Bilirsən, yəni bu da çox vacibdir ki, sənin qarşındakı kimdir? Ki, sən ona uyğun deyimmi və yaxud da ki, onun səviyyəsinə uyğunmu deyim ki, sənin fikirlərin olmalıdır. Doğrudur. Sənin sualların olmalıdır. Sən məni bilməsən, mənim sənətimdən sənin xəbərin olmasa, ümumiyyətlə belə ki, tutaq ki, bugün deyiblər, Səkinə xanımla bir verdik çəkdi, elə deyil. Mən sənə o saat başa düşəcəkdim. Bəlkə də indi durub gedəcəkdim. Hətta. Hə. Haqlısınız. Bütün sahələrdə, istər müəllim olsun, öz auditoriya qarşısında tələbələrinin qarşısına çıxacaqsa, o qədər məlumatlı olmalıdır. Biz jurnalistlər, əgər bir insanla tərəf müqabilə oluruqsa, onun
onun iç dünyasına o qədər varmalıyıq ki, biz onunla o mərhələyə çata bilək. Bütün sahələrdə bu belədir. Operator öz kamerasının dilini bilməlidir, onun rakursunu tutmağı bacarmalıdır ki, çəkə bilsin. Bu bütün işlərdə belədir. Səkinə xanım, Bəli. sizi tanımaq, sizinlə olmaq, sizdən bu enerjini almaq bizə çox xoş oldu. Ümid edirəm tamaşaçılarımız da bax bu enerjidən bir pay götürdülər və bu dəqiqələri bizə bəxş edən Hacı Seylon çayları var ki, veriliş boyu sizə təqdim elədik. Bax ondan sizə kiçik bir hədiyyəmiz var. Ümid edirəm ki, bu kiçik hədiyyəmizi böyük qəbul eləyərsiniz. Və bax bu Hacı Seylon çayları, Səkinə xanım, burada iri yarpaqlı, xırda yarpaqlı, ətirli, paket çaylar, bütün növlər var və bu bir Azərbaycan brendidir. Bilirsiniz, Azərbaycanımızın inkişafı, Azərbaycanımızın bütün mənalarda, bütün sahələrdə inkişafı bu gələcək müstəqil addımlar atmamıza rəvac verən səbəbdir. Eviniz ruzlu, bərəkətli olsun. Çox sağ olun. İçin Çox və sağ olun. bizi xatırlayın, əziz Səkinə xanım. Təşəkkür edirəm. Və Səkinə xanımdan gözəl bir ifa alacağıq. Bugün Xəzərim də məndən yəqin ki, bu ifanı istəyəcək. Ona görə Səkinə xanım, nəfəsinizə qüvvət, ürəyinizə qüvvət, gəldiniz, ayaqlarınıza qüvvət, var Sağ olun, olasınız. sağ olun, çox Yazın, yaradın, oxuyun və hər birimizin ürəyimizi sevindirin. Təşəkkür edirəm. Sağ olun. Bax belə əziz tamaşaçılarımız, görüşmək ümidi ilə Allah amanında. Qüdrəti böyük, sürəti böyük, cürəti böyük, mehriban insanlar. Qüdrəti böyük, sürəti böyük, cürəti böyük, mehriban insanlar. Yaratmaq eşqdən ya qəlbi dünya ilk baharlıdır. Bu eller duz çörəyli, safraylı, ehtibarlıdır. Ey insanlar, bu həyat bizim, bu zaman bizimdir. Ey insanlar, bu vüsal bizim, bu hicran bizimdir. Ey insanlar, bu torpaq bizim, bu cahan bizimdir. Ey insanlar, bu dostluq bizim, bu dövran bizimdir. Sevgisi dəniz, arzusu təmiz, mehriban əziz, qayğıkeş insanlar. Sevgisi dəniz, arzusu təmiz, mehriban əziz, qayğıkeş insanlar. Könüllər əlvan əlvan, qönçə qönçə, gül çiçəkli. Könüllər nurlu nurlu, saf duyğulu, xoş niyyətlidir. Ey insanlar, bu həyat bizim, bu zaman bizimdir. Ey insanlar, bu vüsal bizim, bu hicran bizimdir. Ey insanlar, bu torpaq bizim, bu cahan bizimdir. Ey insanlar, bu dostluq bizim, bu dövran bizimdir. Ey insanlar, bu torpaq bizim, bu cahan hayat bizim, bu zaman bizimdir. Ey insanlar, bu vüsal bizim, bu hicran bizimdir. Ey insanlar, bu torpaq bizim, bu cahan bizimdir. Ey insanlar, bu dostluq bizim, bu dövran bizimdir. Ey insanlar, bu torpaq bizim,
cahan bizimdir. Ey insanlar, bu dostluq bizim, bu dövran bizimdir. Bu dövran bizimdir. Bu dövran bizimdir.